Fələstində daxili çəkişmə müşahidə olunur və FƏT və Həmas qarşı-qarşıyadır. Mahmud Abbasın Həmasa qarşı sərt çıxışı proseslərin gərginləşdiyini göstərir. Deyilənə görə o bu yolla həm beynəlxalq dəstək qazanmaq, həm də gələcəkdə Fələstin rəhbərliyində qalmaq niyyətindədir. Ekspertlər deyirlər ki, Fələstinli lider Həmasın zəifləməsini fürsətə çevirmək istəyir. Lakin Həmasın silahı könüllü təhvil verəcəyi də real görünmür. Bu gediş isə Fələstində parçalanmanı daha da dərinləşdirə bilər. Yaxın Şərqdə əslində hansı proseslər cəryan edir? Sujetimiz var, sonra isə studiyada da müzakirəsini davam etdirəcəyik. Fələstin lideri Mahmud Abbas Həmas rəhbərliyini təhqir edib. O, Həmasın əlində olan İsrailli girovları azad etməyə tapşıraraq münaqişənin bitəcəyini ifadə edib. Fələstin lideri eyni zamanda Həması tərk silah olunmağa, müharibəyə son qoymaq üçün Qəzzaya nəzarəti İsrailə təhvil verməyə çağırıb. Bütün bunlar Fələstində daxili siyasi parçalanmanın kəskin şəkildə artdığını göstərir. Mahmud Abbasın idarəçiliyində Fələstin administrasiyasının Həmas ilə uzun müddətli gərgin münasibətləri olsa da, bu cür aqressiv reaksiyalar indiyədək müşahidə olunmuyub. Ekspertlər deyirlər ki, mövcud konfliktdən İsrail və digər beynəlxalq güclər faydalanacaq. Bir coğrafiyanı bölüşsələr də və eyni kökdən olsalar da, Fələstin ilə Həmas arasında da zaman-zaman fikir ayrı-seçkilikləri olur və bu hər zaman polemikalara çevrilir. Və bu qüvvələr arasında vahid fikrin olmamasından İsrail və onun arxasında duran qüvvələr, xüsusilə Amerika Birləşmiş Ştatları mühüm geosiyasi güc mərkəzləri istifadə edirlər və bu da hər zaman ziddiyyətlərdən istifadə edən qüvvələrin xeyrinə işləmiş olur. Fələstin siyasi rəhbərliyi Mahmud Abbasın İordan çayının qərb sahilindəki FƏT partiyası ilə Qəzza zolağına nəzarət edən Həmas arasında dərin fikir ayrılığına malikdir və bu proses uzun müddətli davam edir. Xüsusilə də Mahmud Abbasın 2005-ci ildə prezident, 2009-cu ildənsə dünyəvi FƏT partiyasının sədri seçilməsindən sonra daha da kəskinləşib. 2017-ci ildə tərəflər Həmasın Qəzzaya inzibati nəzarəti Fələstin administrasiyasına verməsini nəzərdə tutan barışıq sazişi imzalayıb. Lakin tərk silahla bağlı mübahisələr prosesin dayandırılmasına səbəb olub. Mahmud Abbas da Həmasın silahları buraxmasını bu dəfə təhqir edərək tələb edib. Bu, həm də Fələstin liderinin İordan çayının qərb sahilinin rəhbərliyini diplomatik və iqtisadi böhrandan qorumaq üçün Həmasdan uzaqlaşdırmağa çalışa biləcəyini işarə edir. Həmasın qəbul edəcəyi qərara Mahmud Abbasın bu çağırışları heç bir nəticə verməyəcək. Mahmud Abbasın bu çağırışları ancaq özünün gələcək Fələstin administrasiyasına qalması, orada idarə etməyə davam etdirməsi və s. ilə bağlı ola bilər. Bu bəyanatları verir ki, gələcəkdə Həmas aradan qaldırdıqdan sonra Qəzzanın idarə olunmasında, yaxud da Fələstinin idarə olunmasında yenə də Mahmud Abbasa müəyyən rol verilsin. Bugün Mahmud Abbası düşündürən Həmasın gələcəyi deyil, özünün gələcəyidir ki, nə qədər uzun müddət hakimiyyətdə qalacaqsa, bir o qədər onun üçün xeyirdir, faydalıdır. Analitiklərin fikrincə Fələstin lideri Mahmud Abbasın ağır ritorika ilə çıxışı stratejik gediş hesab oluna bilər. Çünki indiyədək onun bu qədər qəti və kəskin ifadələri olmayıb. Qəzzada Həmasın zəiflədilməsi Mahmud Abbasın öz partiyasını qorumaq və gələcəkdə rəhbərlikdə qalmaq istəyi ilə bağlı ola bilər. Əgər müharibə Həmasın məğlubiyyəti ilə sona çatarsa, Fələstin administrasiyası özünü Birləşmiş Ştatlar, Avropa Birliyi və ərəblərin dəstəyi ilə keçid hakimiyyəti kimi göstərə bilər.